Böyüyürlər, amma müsəlman olaraq böyümürlər, düzdür? İlk öncə uşaq böyüdən bir müsəlman, uşaq böyüdən bir insan bilməlidir ki, çox önəmli bir işin içərisindədir. Yəni, uşaq dünyaya gəldi, böyüdü, boya başa satsın deyir. 17-18 yaşına gələndə danışarıq. Hələ elə danışarıq deyənlərin heç birisinin xeyrə nail olduğuna şahid olmamışıq. Yəni, mütləq sələflər deyirdilər ki, biz uşaq tərbiyəsinə ananın bətnindən başlayardıq deyirlər. Biz uşaq tərbiyəsinə ananın bətnindən başlayardıq. Necə? Onları deyir, Qur'anla yatızdırardıq. Onları deyir, Qur'anla yetişdirərdik. Təsəvvür, ana bətnindən artıq tərbiyə verməyə başlayıb. Yəni, işə bu yerdən başlayan bir topluluğun ortaya qoymuş olduğu bir nəslə bax. Uşaq böyüsün, danışarıq deyə ortaya çıxan nəslə bax, arada böyük bir uçurum var. Deməli, uşağın hər bir yaşı bizim üçün önəmlidir. 2 yaşı, 3 yaşı, 4 yaşı. Hətta bununla bağlı, vallahi mən təəssüf edirəm ki, müsəlman analar necə olur ki, belə, yəni əvvəllər belə şeylər yox idi. Kitablar, dərslər, nə bilim nələr. İndi təsəvvür elə, nə qədər faydalı kitablar var, hansılar ki, elm tələbələri tövsiyə edir ki, bu kitabları oxuyun. Hər yaş aralığında uşaq necə tərbiyə edilməlidir deyə çox faydalı əsərlər var. 0-dan 3-ə qədər, 3-dən 6-ya qədər, 6-dan 12-yə qədər, 12-dən 16-ya qədər çox faydalı əsərlər var. Hansı ki, insan onu oxumalıdır. Çünki biz bilmədiyimiz şeyi ortaya gözəl bir şey çıxar. Bir şeyin cahilisənsə, onu necə ortaya gözəl çıxarda bilərsən? Yəni, sən anandan, atandan fərqli bir tərbiyə metodu görmüsən. Babandan, nənəndən fərqli bir şey görmüsən. Düzdür, müxtəlifdir də. Məsələn, adamın biri deyir ki, uşağı döymədən tərbiyə eləmək mümkün deyil. Uşaq deyir, döyülər. Başqa birisi deyir ki, uşağa heç ümumiyyətlə deyir, 17 yaşına qədər baxmaq lazım deyil. Bıraq böyüsün, özü düzələcək. Küçəyə at deyir, küçəyə. O deyir, bir şəkildə böyüyüb öz yolunu tapacaq. Mümkündür belə şey. Bu tərbiyə metodu İslamın gətirmiş olduğu tərbiyə metodudur. Mümkün deyil. Deməli, sənin anandan, atandan, nənəndən, babandan gördüyün şey yanlışdır, doğru deyil. Neynəmək lazımdır? Doğru olanı öyrənmək lazımdır. Bilməməyin dərmanı nədir? İnsanın sual verməsi, insanın öyrənməsi. Təəssüf edirəm ki, həqiqətən bu cür faydalı şeyləri müsəlman analar və atalar oxumurlar. Yəni, insan o balacalıqdan uşaq niyə görə? Bax, Avropada məktəb məcburidir. Hansı yaşdır? 5 yaş, 6 yaş. 5 yaşından tələb eləyir ki, uşağı gətirib məktəbə qoyacaqsan 5 yaşından. Biz ona artıq başlayacağıq. Ta uşaq o yetkinlik yaşına çatana qədər uşaq bizim əlimizdə olacaq deyir. Uşaq gündə 5 saat bizimlə bərabər olacaq deyir. Baxırsan ki, o balaca vaxtından etmiş olduqları şey nədir? Uşağa özlərini sevdirmək. Yəni, həmin o bağçaya gedən, həmin o məktəbə gedən uşağı ilk öncə özlərini sevdirirlər. Niyə görə? Çünki uşağın psixologiyasını anlayıblar ki, uşaq sevdiyindən bir şeyləri qəbul edər. Amma bu günləri müsəlmanların uşaqlarına bax, heç atalarını, analarını sevirlər? Yox. Allahın rəhmətlikləri istisna çoxsu deyir ki, uşaq deyir, nənəsi gilə gedir, qayıtmır. Düzdür? Uşaq babası gilə gedir, qayıtmır. Niyə? Çünki o nənəni, babanı sevir, səni isə sevmir. Nənənin, babanın ona verdiyi ona daha sevimli gəlir. Amma sənin verdiyin şey ona daha sevimli gəlmir. Niyə görə? Yəni, sən din verirsən, nənə, baba başqa bir şey verir deyə deyil. Sən uşağa, yarhamukallah, sən uşağa o dini sevdirə bilməmsən. O dini sevdirməmişdən öncə nəyi sevdirməliydin sən? Özünü sevdirməliydin. Uşaq səni sevməlidir ki, uşaq sənlə dost olmalıdır ki, sən ona irəlidə anlatanda ki, bu Allahın haqqıdır, bu Allahın göndərdiyidir, bu Rəsulunun göndərdiyidir. Bu, məgər bizdə belə deyil. Yəni, böyük yetişkin insanlarıq, sevdiyimiz insan bizə bir şey danışanda, gözümüzü ona dikib saatlarla dinləyirik. Amma sevmədiyimiz insan ağzını açan kimi üzümüzü çeviririk, düzdür? Ağzını açar-açmaz üzümüzü çeviririk, yenə bu başladı. Necə eləyək, duraq çıxaq gedək. Yəni, bu yetişkin insanlarda belədirsə, sən uşağın fitrətini düşün. Yəni, sevgi çox önəmli bir şeydir. Hətta hocalardan biri anlatırdı. Deyir ki, uşaq deyir, uşağın deyir, atası, anası gəlib bizə şikayət edir ki, bizim uşağımız nə tapşırırıqsa uşağa, heç bir şey eləmir. Deyir, biz də deyir, təəccüb elədik, sən falan uşaqdan bəhs edirsən. Vallahi deyir, biz ağzımızı açırıq, hələ deyir, sözümüz bitmədən o bizim dediyimiz şeyləri yerinə yetirir. Deməli, deyir ki, həmin hoca anlatır, deyir ki, çünki burada məsələ nədir? Məsələ sevgidir. O birini sevir, birini sevmir. Hocasını sevdiyindən dolayı onun əmirləri də ona sevimli gəlir. Atasını, anasını sevmədiyindən dolayı onun ona vermir. Necə sevə bilər ki? Vallahi mən müsəlmanların uşaqlara verdiyi tərbiyəni görürəm. Bismillah demədi deyə uşaq yeməyə başladığından dolayı uşağın başına vurmuş olduğu qapaz hələ də mənim gözümün önündən getmir. Allahdan qorxmaz adam. Bu uşaq səni sevər yəni. Bu uşaq səni sevər. Bu uşaq ondan sonra Bismillahı sevər yəni. Bu uşaq namazı sevər yəni.
Hətta psixoloqlar deyirlər ki, uşağa qəzəbləndikdən sonra uşağın önündə namaz qılma. Diqqət et məqama. Uşağa deyir qəzəblənmisən, qışqırmısan, ondan sonra deyir onun önündə namaz qılma deyir. Çünki deyir, o sənə nifrət etdiyi kimi sənin feillərinə də deyir nifrət eləyəcək. Təsəvvür elə nəyə diqqət et. İndi bu çətin deyil ki, bunu əldə eləmək, düzdür? Hamımız anadan gəlmə bunu bilməyə bilərik. Atalarımızdan, analarımızdan bunu görməyə bilərik. Amma bu gün əlimizdə məlumatlar var, oxuya bilirik. Allah bizim üçün asanlaşdırıb öyrənməliyik ki, biz necə bu uşaqları yetişdirək? Necə bu uşaqların sevgisini qazanaq? Necə bu uşaqları Allahın istədiyi kimi Rasulullah sallallahu aleyhi və səlləmin izində bir övlad ortaya çıxarda bilək? Ən birinci, ən mühüm olan işlərin başında gələn sevgini qazanmaqdır. Sevgini qazanmaq. O uşaqlar səni sevəcək. O uşaqlarla dost olacaqsan. Uşağın bir dərdi olanda o nənəyə babaya qaçmamalıdır. Dosta qaçmamalıdır. Sənin yanına qaçmalıdır. Amma sən özünlə onun arana məsafə qoysan, insan boşluq istəmir, düzdür? Mütləq özünə bir sirdaş axtaracaq, mütləq özünə bir dost axtaracaq və yaxud da o çölə buraxan müsəlmanlar var, uşaqları çölə buraxıblar. Uşaq gəlir 10 ildir, bu uşaq həyətdədir də, düzdür? Dostluq eləmədiyi bir firqənin oğlu da qalmayıb. İndi bu uşaq necə din sahibi ola bilər? Bu uşaq necə dindar ola bilər? Bunun tam tərsini eləyir adam. Bu səfər eşidir ki, tamam, uşaqları ateistlə, deistlə, nə bilim, rafizi ilə dostluq eləməyə qoymaq olmaz. Olmaz. Nə etmək lazımdır? Evə çəkmək lazımdır. Bu səfər uşağı gətirir, evə bağlayır. Özü ilə bir yerlərə aparmır. Özü ilə müsəlmanların arasına gətirmir. Bu səfər evə bağlayır, ya əlinə internet verir və yaxud da çox ağıllıdır, interneti də əlindən alır. Uşaq dümdüz evin ortasında oturur. Yəni, o uşağı nə vaxta qədər evdə tuta bilərsən? Ta ki sənə sözünü deyə bilənə qədər. Ta ki o qapını açıb özü evdən çıxa bilənə qədər sən o uşağı evin içində tuta bilərsən. Amma o uşaq bir qapını açmağı bildi, bir çölə çıxmağı bildisə, bitdi, sən bu uşağı tuta bilməzsən. Ona görə müsəlman insan bir şeyi qadağan eləyəndə mütləq onun alternativini gətirməlidir. Mən bunu qadağan elədim. Amma bunun müqabilində ona bir şey verməliyəm. Uşaq, sən evdə 12 saat otura bilmirsən. Sən bir evdə 10 saat otura bilmirsən. O uşaq fitrəti dağıtmaq istəyir, oynamaq istəyir. Onu neynəməlisən? Onu mütləq ona uyğun şəriətin izin verdiyi bir çərçivəyə salmalısan. Lazımdırsa idmana yazdırmalısan. Lazımdırsa ona müsəlmanların uşaqları var. Bu qədər müsəlmanların uşağı var. Yəni həftədə 2 dəfə müsəlmanlar çox çətindir, yəni uşaqları bir araya gətirmək. Vallahi çətin deyil. Biz çətinləşdirmişik. Biz özümüz kabab üçün yığışa bilirik, yemək üçün yığışa bilirik, dəniz üçün yığışa bilirik. Amma nə hikmətdirsə müsəlmanların uşağı bir araya gəlsin denildiyi zaman sanki quyuya bir dənə daş atırsan. Hamı deyir eləmək lazımdır. Hamı deyir eləməli, amma günün sonunda baxırsan ki, ortada heç bir şey yoxdur. Mühüm olan işlərdəndir. Mütləq özümüzə dərd etməliyik ki, qardaşın dediyi kimi, uşaqlarımız böyüdüyü zaman kafirlərə meyl etməsin, uşaqlarımız dindən soyumasın, uşaqlarımız Allahın dinini tərk etməsin. Bu şeylərə diqqət etmək zorundayıq. Təbii ki, bu 5 dəqiqədə, 10 dəqiqədə danışılacaq şeylər deyil. Fəqət təməl olan, mühüm olan işlər var və bunların ən mühümlərindən birisi də Allaha dua eləməkdir. Çünki qəlblər Allahın əlindədir. Qəlblər Allahın əlindədir. Allah istədiyi tərəfə çevirər. Allah istədiyi tərəfdən başqa bir tərəfə Allah Azza və Cəllə çevirər. Bizə düşən Allaha bol-bol dua etməkdir. Allahın dostu İbrahim aleyhissalam Allaha əl açır, dua edir ki, ya Rabbi, məni və övladlarımı bütlərə ibadət etməkdən qoru. Təsəvvür elə, dua eləyən kimdir? Tövhidin imamı. Düzdür? İbrahim aleyhissalam, Allahın dostu, Allaha dua edir ki, məni və övladlarımı bütlərə ibadət etməkdən qoru. İndi biz özümüzə sual verək. Nə qədər övladlarımız üçün dua eləmişik, ya Rabbi, mənim övladımı şirkə düşməkdən qoru. Allahım, mənim övladımı küfrə düşməkdən qoru. Allahım, mənim zövcəmin dinini qoru. Allahım, mənim dinimi qoru. Allahım, məni və övladlarımı sənə ibadət üzərində səbat etdir, ya Rabbi. Nə qədər dua eləmişik. Yəni, Allahın rəhm etdikləri istisna, əksər insanlara sual vermişəm. Deyiblər ki, qardaş, biz ümumiyyətcə bu dua edilməsi gərəkdiyini bilməmişik. Yəni, elə zənn edir ki, adam, əlhamdülillah, yəni, mən müsəlmanam, zövcə niqabdadır, uşaqlar maşallah Quran oxuyurlar, qutarda getdi, hər şey qaydasındadır. 3 il, 5 il baxır ki, heç bir şey qalmayıb. Allaha qaydırsa bizim ehtiyacımız onadır. Rabbi inni limə ənzəltə iləyyə min xeyrin fəqir. Allahım, sənin mənə endirəcəyin hər xeyrə mən möhtacam, ya Rabbi. Ailəmi qorumaq deyil, ya Rabbi. Vallahi sənə möhtacam, ya Rabbi. Övladımı qorumaq deyil, ya Rabbi. Sənə möhtacam, ya Rabbi. Dinimi qorumaq deyil, qəlbi qorumaq deyil, qəlbimi. Mən şübhəyə düşə bilmərəm. Sən şübhəyə düşə bilməzsən. Bu qəlbi qorumaq kimə aiddir? Allaha aiddir. Qəlbin sahibinə, Allahım, qəlbimi qoru. Allahın peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləm Allaha dua edir. Ey qəlbləri çevirən Allahım deyir. Qəlbləri çevirən. Qəlbimi deyir, dinin üzrə sabit et. Təsəvvür edirsən, bu duanı eləyən səhərə qədər ayaqları şişənə qədər ibadət eləyən Allahın rəsuludur. Keçmiş və gələcək günahları bağışlanıb. Cənnətə gedəcəyindən kiminsə şübhəsi var?
yer üzərində elə bir müsəlman var ki, Rasulullahın cənnətə getməsinə şübhə eləsin. Görəsən, cənnət əhlidir yoxsa yox. Mümkün deyil. Allahın peyğəmbəridir. Allah Quranda onu mövzu edib. Allah onu insanlara sevdirib. Allah onu bir peyğəmbər olaraq göndərib. Allah onu şirkdən qoruyub. Dua edir ki, Allahım, ey qəlbləri çevirən, qəlbimi dinin üzərə sabit et. Təsəvvür edirsən? İndi biz övladlarımız üçün, zövcələrimiz üçün, öz nəfsimiz üçün Allaha nə qədər dua edirik? Ən mühüm işlərdən də insanın Allaha dua etməsi. Allahım bizi namaz üzərində sabit et. Allahım övladlarımızı qoru. Allahım bizi təqva üzərində et. Allahım bizi haramlardan qoru. Ey Rəbbim, sənə möhtacam. Sən bizim ailəmizi çevirsən ya Rabbi, vallahi bizi heç kimsə qaytara bilməz. Allah səninlə bərabər bütün ailəni çevirsə, səninlə bərabər bütün ailənin qəlbini döndərsə, bütün insanlar və cinlər bir araya toplansalar, səni qaytara bilərlər? Mümkün deyil vallahi. Deməli, Allahın bizə vermiş olduğu bu hidayət, övladlarımıza verdiyi, zövcələrimizə verdiyi bu hidayət Allahdandır və onun qorunmasını da Allahdan istəməliyik. Çünki Allah qorumasa, sən nə qədər ağıllı olursan ol, sən nə qədər bilgi sahibi olursansa ol, sən nə qədər psixoloji kitablar oxuyursansa oxu, sən nə qədər psixoloq olursansa ol, Allah qorumasa sən qoruya bilməyəcəksən. Biz o başda saydığımız şeylər nələrdir? Səbəblərdir. Biz səbəblərdən yapışacağıq, amma biləcəyik ki, işin sonu Allahın əlindədir. Allah istəsə ona hidayət edəcək, Allah istəsə onun ayaqlarını sabit edəcək, Allah istəsə onu ayaqlarını sabit etməyəcək. Allahın əlindədir və mütləq yönələcək Allaha, Allaha dua eləyəcək və saymış olduğumuz səbəblərdən də mütləq yapışacağıq. Və bu durumda son bir məsələni də xatırladım, inşallah mövzunu bitirəcəm. Övlad tərbiyəsi ilə bağlı iş məsələyə gələndə ana deyir ki, atanın üzərindədir bunun məsələsi. Ata deyir ki, ananın üzərindədir və bunun üzərinə bir cədəlləşmə gedir. Keçən qardaşlardan biri bu barədə sual verdi. Dedim, məncə bu mövzunu bir kənara qoyun. Öz aranızda danışın ki, necə eləsək bu uşağa fayda vermiş ola bilərik. Yəni, təsəvvür elə ki, ortada böyük bir sərmayə var. Mən deyirəm ki, qardaş, o pulu sən ye. O da deyir ki, yox, sən ye. Belə şey ola bilər yəni. Düzdür? Böyük bir sərmayə. Övlad, axirət üçün böyük bir sərmayədir. Təsəvvür elə, sən mənim üstümə atırsan qadın olaraq. Mən də qadın üzərinə atıram ki, yox, sən götür. Əgər mən həqiqətən orada böyük bir sərmayə olduğuna inansam, mümkün deyil ki, onu başqasının üzərinə atım. Çünki mən bir ana olaraq və ya bir ata olaraq biləcəm ki, mən övlada etdiyim hər bir yatırım qiyamət günü mənim xeyrimədir. Mənim ona öyrətdiyim hər bir surə mənim xeyrimədir. Mənim ona öyrətdiyim bir ədəb, o da bir başqasını öyrədəcək. Mənim üçün qiyamətə qədər ardı kəsilməyən bir əcirdir. İnsanlar bunu qoyublar bir kənara, Nədən yapışırlar? Bu sənin üzərindədir, o deyir, yox, sənin üzərindədir, ata deyir, yox, anadadır, ana deyir, atadadır. Bu məsələləri bir kənara qoyub, sən nə edə bilərsən ki, uşaq üçün faydalı olsun, mən nə edə bilərəm ki, uşaq üçün faydalı olsun, daha ziyadə bu şeyləri danışsalar, həqiqətən də ortaya çox gözəl bir nəsil, ortaya faydalı övladlar yetişdirmiş ola bilərlər. Allah həm doğrusunu bilir, deyəcəklərim bu qədər inşallah. Buyurun.